Hər vaxtınız xeyir olsun. Üzdə hansı əlamətin, hansı xəstəlikdən xəbər verməsi haqqında sizə məlumat vermək istəyirəm. Gözlər qızarıbsa, bu qaraciyərlə əlaqədar problemdən xəbər verir. Gözün altında qara dairələr varsa, bu insülin səviyyəsinin qanda yüksəkliyini göstərir. Əgər gözün altında torba varsa, bu böyrəkdə olan problemlərdən və insülin səviyyəsinin qanda yüksək olmasından xəbər verir. Əgər qadınlarda üzdə tüklənmə varsa, dəridə yağlanma varsa, bu yüksək androgenin səviyyəsindən xəbər verir. Katarakta, vitamin çaşılmazlığından insülin səviyyəsinin yüksək olmasından xəbər verir. Yanaqlarda qızartı varsa, bu kortizolun səviyyəsinin yüksəlməsini göstərir. Kortizol böyrək stimülyasiya hormonudur, buna stres hormonu deyirlər. Bu eyni zamanda Cushing sindromundan da xəbər verir. Burun ətrafında kəpəkli dəri varsa, bu omega 3 və omega 6 yağ turşularının arasındakı balansın pozulmasının əlamətidir. Əgər üzdə pigmentləşmə varsa, bu yüksək estrogenlərin və melanodermiyanın əlaməti sayılır. Əgər gözlərdə quruluq, quru saçlar müşahidə olunursa, onda bu zaman bu omega 3 yağ turşularının çaşılmazlığının əlamətidir. Əgər ağızda yan tərəflərdə çatlar varsa, bu vitamin B2-nin çatışmazlığının əlaməti sayılır. Girdə üz, bu yüksək insülinin, qanda insülinin səviyyəsindən xəbər verir və saçın tökülməsi dihidrotestosteronun səviyyəsinin yüksək olmasının göstəricisidir. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.